Belə bir suala baxaq. Bu suallara daha tez-tez rast gəlirik. Sadəcə bu sualların abituriyentlərin başa düşəcəyi şəkildə mən yazdım. Alüminium xlorid məhluluna natrium OH əlavə etdikdə zaman keçdikcə alüminium hidroksidin kütləsinin zamandan asılı qrafiki necə olur? İlk öncə reaksiyamızı yazaq. Alüminium xlorid üzərinə natrium hidroksid gəlirik. Bu zaman biz reaksiyanı 1 molla aparırıq. Yəni 1 mol hidroksid gəlirik. Bu zaman alınır alüminium dihidroksixlorid. Yenə 1 mol natrium OH gəlirik. Bu zaman alınır alüminium hidroksixlorid. Yenə 1 mol natrium hidroksid gəlirik. Bu zaman alüminium hidroksid. Və bu reaksiyanı artıq miqdarda götürdüyümüzə görə natrium hidroksidlə davam edirik. Bu zaman alınır natrium metalminat O2. Qrafiki çəkməmişdən qabaq bir şeyə diqqət eləmək lazımdır ki, alüminium xlorid zaman keçdikcə azalaraq alüminium tam əvəz etmə getdikdən sonra hidroksidə çevrilir. O zaman qrafikimiz alüminium hidroksidin alınma qrafiki əvvəlcə 1 mol dihidro, hidro və hidroksidin özü alınır. Yəni qrafikin bu hissəsində alüminium hidroksid alınır. Sonra natrium OH əlavə etdikdən sonra başlayır alüminium hidroksid həlməşik kütlə əriməyə başlayır natrium hidroksidlə. Artıq qrafikin bu hissəsində natrium alüminat duzu alındığına görə alüminium hidroksid minimuma düşür. Ona görə qrafikimiz alüminium xloriddən alüminium hidroksidin alınma qrafiki və daha sonra natrium alüminatın alınma istiqamətinə getdiyinə görə zaman keçdikcə əvvəlcə maksimuma çatır alüminium hidroksid, daha sonra başlayır əridiyi üçün minimuma düşür.